Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Bugün bir günümü sizinle vlogluyorum. Güne standart olarak səhər yeməyi ilə başlayıram və hardasa 3 aya yaxındır ki, mənim səhər yeməyim dəyişməz olaraq qalır. Səhər yeməyimdə əvvəla bir fincan çay içirəm. Çox vaxt əslində çay içmirəm və fincanımı sizə göstərmək istəyirəm. Belə şirin bir fincanım var. Ola bilər ki, bu çayı tam içməyim, çünki kifayət qədər çoxdur. Çayı nə ilə içirəm? Çayı hardasa 4 ədəd qaysı var burada. Qaysı ilə içəcəm. Normalda həkim mənə demişdi ki, xurma ilə də içə bilərsən, kişmiş ilə də olar. Amma xurmanı sevmirəm, kişmiş isə mənə həddən çox şirin gəldiyi üçün elə dedim qaysı yaxşı olar. Səhər yeməyində isə mən nə istifadə edəcəm? Gəlin sizə göstərim onu da. Özümə belə bir görünür, belə bir boşqab hazırlamışam. Burada var 2 yumurta, Holland pendiri, küncüt və tərəvəz. Əslində tərəvəz olaraq istədim ki, pomidor da istifadə edim, amma pomidor soyuq olduğu üçün onu istifadə edə bilmədim. Belə ki, dünən həkimə getmişdim, diş həkiminə. Həkim dişlərimin bəzilərini müalicə etdi və mənə bildirdi ki, sənə bir həftə soyuq olmaz. Soyuducudan çıxan şeyləri birbaşa olaraq istifadə edə bilmərəm. Ona görə də dedim ki, pomidor soyuducuda idi, istifadə etməməyim daha yaxşı olar. Və hətta mənə dedi ki, bir həftə soyuq su da olmaz. Problem yoxdur, zaten mən suyu otaq temperaturunda olan halında istifadə edirdim. Bir həftə sonra maksimum dondurma yeyə bilərəm. Artıq çayımı içə-içə e-maillərimi yoxlamağa başlayıram. Bilirsiniz ki, Instagramda aktiv olaraq kontent paylaşıram və qısa zaman içində 30 minə yaxın izləyicini toplaya bilmişəm səhifəmdə. Bu məni çox sevindirir. Eyni zamanda onu da deyim ki, izləyicilərimin böyük əksəriyyəti xarici kütlədir. Bu da əlbəttə digər sevindirici bir haldır mənim üçün. Ona görə e-maillərimi yoxluyuram ki, əgər hər hansısa əməkdaşlıq təklifi alsam, həmin brendlərə, şirkətlərə vaxtında geri dönüş edə bilim. Lakin mənim nişim həyat tərzi, inkişaf və gözəlliklə bağlı sahələrdir. Və təəssüf ki, aldığım əməkdaşlıq təkliflərinin böyük əksəriyyəti mənim nişimlə bağlı deyil və buna görə də mən həmin təklifləri dəyərləndirə bilmirəm. Çünki əgər həmin nişimlə bağlı olmayan sahələr üzrə kontent yaratsam, düşünürəm ki, izləyicilərimin başı qarışacaq. Səhifəmə baxanda deyəcəklər ki, görəsən bu adam nə edir, nəyə xidmət edir, hansı marağı var. Ona görə istəyirəm ki, səhifəm səliqəli formada maksimum 3 niş üzrə davam etsin və məhz bu istiqamətlər üzrə reklam təkliflərini dəyərləndirirəm. Səhər yeməyimi yedikdən sonra artıq kursun işlərinə fikir verirəm. Bugün menecerimlə onlayn formada görüş təşkil etməliydim. Görüşdən əvvəl bir hazırlıq işləri görürəm. Eyni zamanda ekran qeyd edirəm, çünki elanların paylaşılması, reklamların hazırlaması ilə bağlı öncədən onun üçün məlumatlandırıcı, yəni tanıtım xarakterli video hazırlamalıydım. Burada isə artıq onunla onlayn görüş təşkil edirik və ona işi izah etməyə çalışıram və əksər vaxtı mən menecerlərə işi sıfırdan izah edirəm ki, sonra hər şey ürəyimcə olsun, sonra bunu niyə etmədiyin və yaxud da bu niyə belə olmadı deməyim, ona görə hər şeyi başdan izah edirəm. Və menecerimlə işləri tamamladıqdan sonra kursun işlərinə fikir verirəm. Kursla bağlı müəyyən layihələr üzərində işləməliyik, amma bugün onlara baxa bilməyəcəm. Bugün kontentlərin doğru paylaşılıb paylaşılmadığına fikir verirəm. Belə ki, avqust ayı üzrə paylaşılacaq bütün kontentləri öncədən planlamışam və onlar avtomatik formada paylaşılmalıdır. Və baxıram, hər hansısa xəta varmı, yoxsa kontentlər paylaşılıbmı və görürəm ki, avqust ayı üzrə tarixə görə hansı postlar paylaşılmalıydısa elə onlar paylaşılıb və proqram bizə hər hansısa texniki xəta verməyib. Bu işlərdən sonra artıq paylaşılan kontentlərə baxıram və görürəm ki, onlarda da hər hansısa bir səhv yoxdur, hər şey yerli yerindədir. Bundan sonra kursumuzun Instagram səhifəsinə keçid edirəm. Orada da görürəm ki, əksər postlar öncədən hazırlanmış versiyada, yəni avtomatik rejimdə planlaşdırılmış kimi paylaşılıb. Bu da məni sevindirdi. Artıq bunları yoxladıqdan sonra kursun logosuna fikir verməliyəm. Çünki mən kursun logosunu bu il içində dəyişməyi düşünürəm. Düşünürəm ki, daha sadə, daha oxunaqlı bir logo ola bilər. Siz necə düşünürsünüz? Bu logo yaxşıdır, yoxsa fərqli bir logo olsa daha yaxşı ola bilər? Yeri gəlmişkən ağlımda fərqli bir logo fikri var. Özüm hazırlamışam. Onu da sizinlə paylaşaram. Amma bugün sadəcə köhnə logomuzu sizə göstərirəm. Baxın, logomuz bu formadadır. Düşünürəm ki, rəng palitrası əladır, amma incə bir dəyişiklik etsək, daha sərt deyil, daha yumuşaq formada yazılsa, düşünürəm ki, daha yaxşı olar. Kursun işlərinin bir qismini tamamladıqdan sonra çıxıram və müəyyən işlərim vardı. Onları həll edirəm, daha sonra tez evə gəlirəm. Nəyə görə? Çünki bugün 3 onlayn dərsim olacaqdı. Onlayn dərslərimdən ikisi qrup formatında, biri isə fərdi formada idi. Məsələn, hal-hazırda fərdi formada Azərbaycan dili dərsi keçirəm. Bu şagirdimlə müəyyən qədər biz çətinlik yaşamışıq. İstər mövzunun qavranılmasında, istərsə də diqqət, fokus üzrə müəyyən işlər aparmışıq. Amma sizə bir şey demək istəyirəm və düşünürəm ki, mənimlə razılaşarsınız.
Dərslərdən hər nə qədər müəllim əməyi vacibdirsə, şagirdin zəhməti vacibdirsə, eyni zamanda müəllimdən valideynin əməkdaşlığı da əhəmiyyətlidir. Əgər müəllim və valideyn əməkdaşlığı sağlam olarsa, həmin tələbədən, şagirddən biz uğur qazana bilirik, yəni uğur faizi əldə edə bilirik. Və sevindirici halda ki, bu valideynlə əməkdaşlığımız çox yaxşı davam edir və valideyn gördüyüm hər işdə məni dəstəkləyir və buna görə də biz bu şagirdlə nəticə ala bilirik. Onlayn dərslərimin hamısı bitdikdən sonra biraz fasilə verirəm. Bugün çox iş görmüşəm və əksər texniki işləri də tələsə görmüşəm. Biraz dincəldikdən sonra tələbələrimə göndərdiyim fayillara baxıram. Bugün ədəbiyyat dərsindən sonra müxtəlif faylları paylaşmışdım. Xüsusən də ev tapşırığı kimi verdiyim mövzunun yazılı izahına baxmalıyam. Çünki orada müəyyən əsərlərin linklərini paylaşmışam. Həmin linklərə keçid etməliyəm. Baxmalıyam ki, linklər açılır, yoxsa hər hansısa texniki xəta varmı? Varsa bu xətaları əvvəldən düzəltməliyəm ki, şagird mənə yazmamış, işi həll edim. Məsələn, burada Xan Sarayı əfsanəsinin linkinə keçid edirəm. Dövlət İmtahan Mərkəzinin saytından link rahat formada açılır. Yəni, hər hansısa xəta yoxdur və eyni zamanda əsərə daxil olmuşkən əsəri bir daha oxuyub müəyyən ən önəmli yerləri qeyd edirəm və onu şagirdlərimə göndərirəm ki, onlar oxuduqdan sonra bu qeydlərə baxsınlar və bir növ onların yaddaşları yenilənsin, hansı nüanslar daha önəmlidir, harda daha diqqətli olmaq lazımdır, eyni zamanda bu əsərlə bağlı daha çox hardan testlər salınır, şagirdlərim bunu bilməlidir. Demək olar ki, əksər əsərlərdə belə qeydlər edirəm və yaxud da mənim uzun konspektlərim olur, tələbələr o konspektləri oxuyanda daha rahat olur. Amma yenə də deyim, bu sadəcə konspekt rolunu oynayır. Tələbələr sadəcə buradan oxumaqla kifayətlənə bilməz. Məndən həmişə soruşurlar ki, hardan oxuyaq mövzunu? Mən deyirəm ki, nə olursa olsun birinci dərslikdən oxuyun və sizdən imtahan götürən müəssisənin, Dövlət İmtahan Mərkəzinin vəsaitləri ilə tanış olun. Ondan sonra istəsəz başqa nəşrlərin kitabları ilə məşğul ola bilərsiniz. Daha sonra ingilis dili üzrə proqramımıza baxıram və bu ilkin səviyyə üzrə proqramdır. Biz bu il bu proqramın üzərində yeniləmə işləri aparmalıyıq. Sabah müəllimlərlə onlayn görüş təşkil edəcəyəm proqramın bir növ inkişafı üçün. Ona görə öndən özüm biraz hazırlaşıram. İşlərimin hamısını tamamladıqdan sonra YouTube-da müəyyən vloqlara və şəxsi inkişaf videolarına baxıram. Sağ olun, növbəti vloqlarda görüşərik.